Və sənin üçün əsas dəyərlər nələrdir? Önəm verdiyin və yaxud Mənim dəyərlərimlə şirkətin dəyərləri üst-üstə düşür. Çox. okey, çox. Ona görə, yəni çox düşür deyəndə ki, tamamilə düşür. Ona görə mən artıq 12 ildən çoxdur eyni şirkətdəyim. Burada əsas Sən qırmızı həddin nədir misal üçün? dürüstlük və düzgünlükdür. Hı. Biz ona həmişə deyirik. Və burada əsas məsələ təkcə işləri düzgün və doğru etmək deyil. Hı. Yəni biz düşünürük ki, hər zaman ən vacib bir şey işləri düzgün və doğru etməkdir. Amma bu elə deyil. Əsas məsələ doğru və düzgün işlər görməkdir. Çünki bunlar tamamilə fərqli bir şeylərdir. İşləri düzgün və doğru görmək bu performansdır. Yəni bu insanın bir performansına bağlı bir şeydir. Yəni sən onu yaxşılaşdıra bilərsən. Sən onu böyüdə bilərsən. Sən insanları təlimlərə göndərə bilərsən. Sən insanlara oxu materialları verə bilərsən. Sən insanlara deyə bilərsən ki, bu insanlarla danışın, təcrübə qazanın və s. təcrübə qazanın və s. Amma doğru və düzgün qərarlar vermək, bunlar ən birinci rekrutment hissəsindən, işə alma prosesindən gəlir. Bu şəxsiyyətə bağlı bir şeydir sırf. Çünki ola bilər ki, doğru və düzgün qərar çox ağrılı bir nəticə ilə sonlansın. Yəni sən bilirsən ki, mən bunu qəbul etsəm, mən bunu etsəm, mənim işlərim uzanacaq. Kampaniya gecikəcək. Bütün mənim əməyim gecikəcək. Bütün gördüyüm işlər gecikəcək. Hər bir şey gecikməlidir və s. Və bu çox uzun prosesdir və kifayət qədər çox vaxt alacaq. Amma bu doğru və düzgün qərardır. Və biz də həmişə deyirik ki, bu nə qədər ağrılı olsa da, biz indi asan, sonra ağırdan çox dəstəkləyirik ki, olmalıdır. İndi ağır və çox çətin, amma sonra çox asan. Yəni onu seçmək lazımdır. Ona görə doğru və düzgün qərar birinci ondan başlamaq lazımdır və ayırmaq lazımdır ki, doğru və düzgün işləri seçmək o daha önəmlidir. Nəinki sadəcə olaraq işləri doğru və düzgün görməkdən.